Quran-ı Kərimin heç bir yerində bu kitabın müqəddəs olması ilə bağlı bir ayəyə rast gələ bilməzsiniz. Heç bir ayə yoxdur. Bu kitabın çap olunduğu bu kağızdan və yaxud da bu kağızdan fərqi nədir? Bismillahirrahmanirrahim. Elşad Miri deyir ki, Quran müqəddəs deyil. Amma Allah Zülcəlal Naziyyat suresində buyurur: İznadahu Rabbuhu bilvadil müqəddəsi Tuvan. O zaman ki, onun Rəbbi müqəddəs Tuva vadisindən onu çağırdı. Və başqa bir yerdə Taha suresində 11-12-ci ayələrdə buyurur ki, Nudiyə Ya Musa, inni ənə Rabbuk fəxlə'nə aleyk. Ey Musa, mən sənin Rəbbinəm, nəliyinlərvi çıxartkina. Niyə? Çünki buyurur ki, innəkə bilvadil müqəddəsi tuvan. Sən müqəddəs Tuva vadisindəsən. Əziz cəmaat, yəni bir yer ki, ora ayaq altındadır. Allah Teala o ayaq altında olan torpağı müqəddəs adlandırır. Biz indi Allaha inanıq, Elşad Miriyə inanıq. Amma Allahın kəlamından əmələ gəlib bu. Allah ol deyib, aləm olub deyib. Həmən o yerdə, o aləmin içində. İndi bura müqəddəs olur Allahın kəlamından. Amma Allahın kəlamı müqəddəs deyil. Allah hidayət edir. Bismillah. Sözümüzə dəlil bu kifayət eləyər ki, Allahın kitabı 14 əsrdən artıqdır, yer üzündədir. Heç bir yanğında heç vaxt onu yanan görməyiblər. Baxın, dəmir seyfin içində dəmir əriyir, amma kağıza bir şey olmur. O günləri ruslar danışırdılar, bir yanğını göstərirlər. Dəmirlər əriyibdir, amma Quran-ı Kərim açır üstündə kül, amma içi tərtəmiz ayələr Quran. Bunu Allah barmaq salıb göz çıxartmır ki, bu nə deməkdir? Quran müqəddəsdir də. Quranın müqəddəsliyin ancaq kafirlər inkar edir. Огонь сжег все вокруг. Металл расплавился, стены обуглились, но эта книга уцелела. Это не просто бумага, это слово Аллаха. И ничто в этом мире не способно уничтожить его, если он сам охраняет его от исчезновения. Воистину, мы ниспослали это напоминание, и мы оберегаем его.